Salam, hər vaxtınız xeyir olsun. Son zamanlar sosial şəbəkələrdə tikinti şirkətlərinin özbaşınalıqları ilə bağlı bəzi videolara baxmışam. Hüquqa dayanaraq bir-iki fikir bildirmək istəyirəm. Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasında və Mülki Məcəlləsinə görə hər bir şəxsin mülkiyyət hüququ toxunulmazdır. Ancaq məhkəmə qaydasında mülkiyyət hüququna xitam verilə bilər. Əgər həmin əmlak və ya torpaq dövlət üçün lazımlıdırsa, bu zamanda torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının qanununa uyğun hərəkət edilməlidir. Yəni, vətəndaşın əmlakının qarşılığı ədalətli şəkildə ödənildikdən sonra həmin əmlak dövlətin nəzdinə keçir. Bu günləri tikinti şirkətlərinin özbaşına gecə ilə vətəndaş evdə ola-ola həmin evləri sökməsinin heç bir hüquqi əsası yoxdur. Vətəndaşlara deyirlər, biz aidiyyatı orqandan icazə almışıq, burada bina tikəcəyik. Həmin icazə vətəndaşın evinin sökülməsi üçün deyil. Yəni, həmin şirkət vətəndaşla razılaşdıqdan sonra, vətəndaş könüllü oranını tərk etdikdən sonra orada öz işini görə bilər. Siz də bu və ya daha böyük problemlərlə qarşılaşmısınızsa, Hüququn Var komandasına müraciət eləyərək hüququnuzu daha mükəmməl şəkildə qoruya bilərsiniz.